Xarici ölkənin xüsusi xidmət orqanlarının Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədi ilə yaratdıqları 2012-ci il iyulun 4-də xarici ölkədə Rusiya-Azərbaycan Təşkilatları İttifaqı adı altında qeydiyyatdan keçirilən və Milyarderlər İttifaqı adlandırılan təşkilatın həm təsisçiləri və rəhbərləri olan Abbas Abbasov və Rüstəm İbrahimbəyov, eləcə də Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiyanın üzvləri Fuad Qəhrəmanlı, Qənimət Zayedov və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər. Onlar 2013-cü ildə Azərbaycanda prezident seçkisində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən Demokratik Qüvvələrin Milli Şurası adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilatı dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi ixtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə Respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İbrahim Məmməd Əzizoğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər. Qeyd olunan ittihama əsasən Qənimət Zayedov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb. Onun Azərbaycanda hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilatı və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib. Qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib. Eləcə də tərəflər Əli Kərimlə hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına tam üzv olacağı barədə razılaşıblar. Eyni zamanda ittihama əsasən Əli Kərimlə adı çəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstəyi üçün Azərbaycan vətəndaşları 2020-ci il iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüyüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüyüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə Milli Məclisin və Azərbaycan televiziyası və radio verilişləri qapalı səhmdar cəmiyyətinin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib. Bundan başqa Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədi ilə 2025-ci il sentyabrın 27-sində Əli Kərimliyə təqdim edib. 2025-ci il oktyabr ayının 3-də sözü gedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu Şərq-Qərb Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları vasitəsilə göndərib. Qeyd olunan göndəriş texniki olaraq fiksə edilib. Добрый вечер. Приветствую вас. Приветствую. Яхша. Теперь, как отослать? Во-первых, я хочу, чтобы этим друзьям нашим тоже надо передать каким-то образом. Ama tabii сделаем, да. Məndə bir adam uçsa, mən sizə xəbər verəcəm. И в понедельник я позвоню, если согласятся они. Я думаю, что они с удовольствием согласятся. Да, я узнаю, а вы talimat verin ki, mənə PDF göndərsinlər. Yaxşı. Хорошо, договорились. Alo. Akşamın xeyir. Salam Ramiz müəllim, necəsiniz? Yaxşı, sen necəsən? Vəziyyət nə yerdən? Namusunu çatdırdıq. Çox gözəl. Duh dəlneyçi polisiyim.
Спасибо. Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər edib. Xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zid kömək etməklə dövlətə xəyanət edib. Bundan əlavə Ramiz Mehdiyev 2025-ci il oktyabrın 13-nədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini legallaşdırıb. Sadalanan cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayedov Cinayət Məcəlləsinin hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər, Eldar Əmirov hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı legallaşdırma, dövlətə xəyanət və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayedov Azərbaycan ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə məhkəmə tərəfindən qiyabi həbs qəti imkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.